Bizim evə toyuq alınan gün zəhrim yarılır. Xəbəri yoxdur ki, bu videonu paylaşacağam. Adam toyuqla nə qədər oynayır. Nə vaxt olub ki, düz 1 saat əlimdə kamera gözləmiş. Rəhmətliyin də bir ayağı qaradır, bir ayağı ağ. Toyuqdan elə bir detallar çıxardır ki, yəni ki, belə baxıram toyuğun elə lazım olan yeri çox az. Dünən də yemək bişirirdik, indi təxmin eləyin ki, bu hansı yeməkdir. Dedim ki, tam 1 saat uşağın yatmaq vaxtı var, tez bazar çəkək. Elə yarım saat yenə də bu toyuğu detallarını təmizləməyin gözləmiş. Xeyr, burada bitmədi. Bu sənin hələ yaxşı günlərində. İnanırsınız, hər dəfə toyuğa rəhmim gəlir. Taleyimlə barışıb yuduğum düyü ilə oynayıram. Tam doğrandı, bitdi, hər bir şey təmizlədi demişdim ki, dedi ki, yox, burada qan qalır. Güya özünə haqq qazandırır burada. Qaburğa deyil. Toyuğa bu qədər işgəncə verib pişikləri yedizdirmək nə bilim. Dedi ki, ürəyimcə olmadı, bunları bir turda yuyacam. Burada vaxtsa elə bilərlər ki, video üçün filan eləmişik. Hər dəfə eyni proses olur və mən hər dəfə 9-10 dəqiqəlik video çəkib çıxardıb 1 dəqiqə eləyirəm. Burada iş bitmir təbii ki, çünki bunlar qaynamalıdır. Su da mütləq qaynar olmalıdır ha. Qaynayandan sonra ürəyin otu yatmır, təbii ki, bunlar bir də qızarmalıdır. Toyuq bitməyib 1 saatlı başqa videoya keçə bilmirik biz hələ. Olmaz sana.